Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə qışa tədarük üzüm yarpağının qoyulma qaydasını göstərirəm. Videoda görürsünüz, mən bazardan ağşanı yarpaq almışam, yəni növ olaraq ağşanı yarpaq almışam. Məsləhətdir ki, yaz aylarında, yəni bax bu aylarda üzüm yarpağı alasınız və yaxud da ki, bağınız varsa bağınızdan yığasınız. Bu vaxtın üzüm yarpaqları çox təravətli və incə olur. Bəziləri mən öz üsulumla paylaşım eləyirəm. Yarpaqlardan hissə-hissə götürürəm, dəstələyirəm, tərəzidə çəkirəm ki, neçə qramdan istifadə eləyəcəm. Qazana su doldurub qoyuruq qazın üstünə. Balaca qazana da su doldurub qoyuruq qazın üstünə. Deməli, böyük qazanımızda 2 litr yarım su əlavə elədim, qaynadı. Üzərinə turşular və pendir üçün istifadə olunan duz, yəni yodsuz duz əlavə eləyirik. Tam həll olunana qədər qarışdırırıq. 2 litr yarım suya 2 qaşıq yarım dolu duz, yodsuz duz əlavə eləmişəm. Mən bu günləri 700 qramlıq bankalardan istifadə eləyəcəm. Demək, suyumuz qaynadı, duz həll olundu. Yarpaqlardan hissə-hissə götürürük. 2 qatlayıb, hər iki üzünü suya salıb çıxardıb yığırıq bankaya. Çox gözəl üsuldur, çox rahat üsuldur. Yəni həqiqətən də məsləhətli reseptdir. Yenə yarpaqları 2 qatlayıb maşanın arasında hər iki üzünü suya salıb çıxardırıq, yığırıq bankaya. Fikir verirsiniz, özü ki, mən bankaya yarpaqları yığanda basa-basa yığıram ki, nə qədər yığılır, nə qədər, neçə qram üzüm yarpağı istifadə olunur bir bankaya. Balaca qazanda da su qaynadı, üzərinə təzə qapaqları əlavə eləyirik, 1-2 dəqiqə qaynadıb götürürük. Sonra onları da qurulayırıq. Demək 700 qramlıq, bankadan istifadə elədim. Əzlərim 300 qram üzüm yarpağı, yəni yerləşdi. Yarpaqlar hamısı yığıldı. Üzərinə də həmin sudan əlavə eləyib, qapağı bərk bağlayıb ağzı üstə çeviririk. Görürsüz əzizlərim necə gözəldir rəngi. Yəni dolma bişirəndə də bax rəngi bu cürə olur. Əzizlərim, sizə, bir şeyi nəzərinizə çatdırım ki, deməli, yarpaqlarda saplaqları görürsünüz. Mən heç birini kəsib atmıram. Hamımız bilirik ki, üzüm yarpağında, vitamin və minerallar zəngindir. Saplağın özündə turşu olduğuna görə, yəni yarpaqların heç biri çürümür, xarab olmur, uzun ömürlü olur. Yəni çox məsləhətlidir ki, saplağı üstündə qalsın. Videonun alt bölümündə, açıqlamada resepti yazacağam. Siz oradan istifadə eləyərsiniz. Demək, əzizlərim, bayaqlarda qeyd elədim. Mən 700 qramlıq bankalardan istifadə elədim. 700 qramlıq bankaya 300 qram üzüm yarpağı yerləşdi. Yəni özünüz də görürsünüz ki, mən üstünə basa-basa doldururam bankanı. Üzərinə nanə, nanə cöhər, yarpız və yaxud təzə alca, hansından istəsəniz zövqünüzdən asılı olaraq bankanın lap üst hissəsinə mən yarpız, nanə, nanə cöhər qoydum. Ağzını bərk bağlayıb çeviririk. Əzizlərim, videonu yaxınlaşdırdım. Demək, bu keçən il bağladığımdır. Görürsünüz, bu il bağladığımla keçən il bağladığım ağşanı yarpaqda heç bir fərq yoxdur. Yəni, görürsünüz nə qədər, gözəl, təravətli qalıb. Rəngi sapsarı, nə xarabı var, nə bir şey. Bax, sizin gözünüzün qabağında bankanı açdım, baxın.
Keçən ilki üzüm yarpağıdır. Fikir verirsiniz necə gözəl qalıb? Yəni bütün bankaların hamısını bağladıq. İndi də keçək üst qapağını lentlə bağlamağa. Bankanın üstünə lentləri yerləşdirib, üzərinə də qaynar su əlavə edirik. Daha da tam bağlansın. Tam qurulayırıq, üstü yaşdır. Mən bütün hazırladıqlarım qış tədarüklərində bişirdiklərim, bağladıqlarım bankaların həmişə üstünə bir kağız vərəqi götürürəm, yazıram, yəni ilini də yazıram, sonra yapışdırıram bankanın üzərinə. Əziz izləyicilərim, bu cür videoların davamı üçün kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Fikirlərinizi şərh bölməsinə qeyd edin. Siz hansı üsuldan istifadə edirsiniz? Allaha əmanət olun.